2015-ci il 7-ci ay yuxarı F seriya sürənlər videoya mütləq axıra kimi baxın. Deməli belə, əgər sizdə belə menyudur, girirsiniz naviqasiyaya. Naviqasiyaya girəndən sonra iDrive joystickin yanında Option knopkasına basırsınız və ən aşağıda naviqasiya sistemin versiyasını daxil olursunuz joysticklə və belə bir yazılar gəlir. Deməli, əgər siz görürsünüz, orada yazılıb NBT Evo fərqi yoxdur. YA fərqi yoxdur yəni ki. Əsas odur ki, NBT Evo olsun. Amerikanka, Evropeyka, Yaponka və ya Koreyka fərqi yoxdur. Sırf NBT Evo'ya ID6 menü yazmaq olur. Yəni ki, Loru dilində G30'un menüsü yaza bilərik. Tamamilə başqa menü olacaq və əsas odur ki, CarPlay yazılacaq. Full screen proses təxmini 2 saat aparır. Heç bir əlavə blok modulu qoşulmur, ancaq Wi-Fi antena qoşulur. Hal-hazırda ekranda görə bilərsiniz, bu təzə menyudur və görə bilərsiniz ki, əvvəlkindən daha çox gözəl görsənir, həm də funksionallığı artırır. Bu maşın Amerikadan gətirilir. Əvvəl ingilis dili ancaq var idi, indi isə dil menüsünə girəndə siz görə bilərsiniz, bütün Avropa dilləri orada yazılıb. Həm də region olaraq Avropaya keçirilib və ən əsası simsiz CarPlay mövcuddur. Yəni ki, əgər siz iPhone işlədirsinizsə, siz qoşa bilərsiniz öz BMW-yə, öz iPhone-unuzu CarPlay vasitəsilə və ondan sonra Waze naviqasiyanı işlədə bilərsiniz. iPhone inteqrasiya olunur maşına və CarPlay dəstəyi olan applicationlarda istifadə edə bilərsiniz. Hər hansısa sual olsa, qorxmayın, çəkinməyin, yazın və ya telefonla əlaqə saxlayın. Hər bir sualınıza mən cavab verməyə hazıram. İzləmədə qalın. Sağ olun, sağ salamat.